Ermənistan sürətlə silahlanır. Bu ölkə xüsusilə Hindistandan silah almağa böyük maraq göstərir. Reuters agentliyi Stockholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutuna istinadən məlumat yayıb ki, 2022-2024-cü illərdə Ermənistanın silah idxalının 43%-ni Hindistan təmin edib. Sənəddə 2016-2018-ci illər arasında bu göstəricinin 0 həddinə yaxın olduğu açıqlanıb. 2022-2024-cü illərdə isə Ermənistanın idxal etdiyi silahların ümumi həcminin 43%-i Hindistanın payına düşüb. Qeyd olunub ki, son illərdə Hindistan Ermənistan silahlı qüvvələri üçün əsas silah tədarükçüsünə çevrilib. Hələ 2022-2023-cü illərdə tərəflər 100 milyonlarla dollar dəyərində müqavilələr imzalayıblar. Sazişlər çərçivəsində New Delhi artıq Ermənistana reaktiv yayılım atəş sistemləri, özyeriyən haubitsalar, hava hücumundan müdafiə sistemləri və müxtəlif döyüş sursatları təhvil verib və ya təhvil verməyə hazırlaşır. Hindistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə isə 2024-2025-ci maliyyə illərində silah və hərbi texnikanın alınması haqqında Ermənistanla bağlanmış müqavilələrin dəyəri 600 milyon dollar təşkil edib. Hesabat sənədində hazırda Hindistanın Ermənistana silah satışında Rusiyanın da üstələdiyi xüsusilə qeyd edilib. Məlumatda Hindistan tərəfinin Rusiyadan silah idxal edən ölkələrə hərbi təyinatlı məhsulların tədarükündə rəsmi Moskvanı üstələmək niyyətində olduğu bildirilir. Xatırladaq ki, ötən il Hindistan tərəfi iki ölkə arasındakı münasibətlərin tarixində ilk dəfə olaraq Ermənistana hərbi attaşe təyin edib. Ümumilikdə bu dövlətin xarici ölkələrdəki səfirliklərində hərbi nümayəndələrin sayının artırılması nəzərdə tutulub.